Gedirsən, bəhanəsiz get. Aysel o səhər pəncərənin önündə dayanmışdı. Küçəyə baxırdı, amma əslində heç nə görmürdü. Kamran çamadanı sakitcə bağlayırdı. Ev qəribə bir sükuta bürünmüşdü. Sanki divarlar da nə baş verdiyini anlayırdı. Deməyə sözün yoxdur, Aysel nəhayət soruşdu. Kamran bir anlıq dayandı. Gözləri Ayselin üzündə gəzişdi, amma dodaqlarından heç nə çıxmadı. Nə yoruldum dedi, nə üzr istəyirəm, nə də başqa yolum yoxdur. Sadəcə çamadanı götürdü. Aysel acı bir təbəssümlə başını yerlədi. Gedirsən, bəhanəsiz get, dedi sakit səslə. Heç olmasa yalan danışma. Kamran yenə sustu. Onun susmağı min cümlədən ağır idi. Qapıya tərəf addımladı. O qapı ki, bir vaxtlar sevinc içində açılmışdı. İndi ayrılığın şahidi idi. Qapı örtüldü. Aysel divana çöktü. Otaqda Kamranın ətri, yarımçıq qalmış kitabı, masanın üstündə 2 nəfərlik fincan vardı. Hər şey yerində idi. Təkcə Kamran yox idi. Günlər keçdi. İlk vaxtlar Aysel hər telefon səsinə diksinirdi. Bəlkə bir mesaj, bəlkə gecikmiş bir izah, amma heç nə gəlmədi. Kamran doğrudan da bəhanəsiz getmişdi. İnsan bəzən səbəbi bilməyə yox, eşitməyə ehtiyac duyur. Aysel də bunu gözləmişdi. Amma anlayırdı, bəzi gedişlər izahsız olur. Çünki ürək artıq qalmaq istəmir. Bir axşam Aysel güzgünün qarşısında dayanıb özünə baxdı. Gözlərindəki kədər əvvəlki qədər ağır deyildi. Dərindən nəfəs aldı və pıçıltı ilə dedi. Gedən gedər, qalan isə özünü tapar. Kamran bəlkə bir gün səbəbsiz darıxacaqdı. Bəlkə bir gün o evin sakitliyini xatırlayacaqdı. Amma Aysel artıq bunu düşünmürdü. Çünki o başa düşmüşdü. Bəhanəsiz gedənə ən gözəl cavab səssizcə güclənməkdir. Hekayəni qələmə aldı Püstə Sahib qızı.